Hərəki fəaliyyətini qaydalar çərçivəsində qurur. Gəlin ilk öncə dərsin hissəsini müəyyən eləməzdən əvvəl bu fəaliyyətin müəllimə və yaxud şagirdə aid olduğunu tapaq, sonra dərsin hissəsini müəyyən eləyək. Hərəki fəaliyyətini qaydalar çərçivəsində qurur deyirsə, təbii ki, burada söhbət şagirdin fəaliyyətindən gedir. Yəni, qaydalar müəyyən olunur, şagirdlər isə dərs zamanı həmin qaydalara əməl eləyirlər. Deməli, fəaliyyəti müəyyən elədik ki, söhbət burada şagirdin fəaliyyətindən gedir. Gəlin, indi dərsin hissəsini müəyyən eləyək. Giriş hissə, hazırlayıcı hissə, əsas hissə, tamamlayıcı hissə. Bu sualımızın düzgün cavabı olur B variantı. Şagird hərəki fəaliyyətini qaydalar çərçivəsində qurması dərsin hazırlayıcı hissəsinə aiddir. Düzgün cavabı olur B variantı. Növbəti sualımıza baxaq. Bu komanda ilə şagirdlər indiki vəziyyətlərindən bundan əvvəlki komanda ilə aldıqları vəziyyətə qayıdırlar. Variantlara baxaq. A variantı azad komandası, B variantı fərağat komandası, C variantı olmadı komandası, D variantı düzül komandası. Bu sualımızın isə düzgün cavabı olur C variantı, yəni olmadı komandası. Şərtdə deyir ki, bu komanda ilə şagirdlər indiki vəziyyətlərindən bundan əvvəlki komanda ilə aldıqları vəziyyətə qayıdırlar. Yəni, hər hansısa bir hərəkət verilib və həmin hərəkət səhv icra olunub. Ona görə müəllim olmadı komandası verir. Şagirdlər yəni əvvəlki vəziyyətlərinə qayıdırlar. Düzgün cavabı olur C variantı. Növbəti sualımıza baxaq. Şagirdin fiziki, funksional, hərəki qabiliyyətlər üzrə diaqnostik, KSQ, yəni kiçik summativ qiymətləndirmə nəticələri, dərsdə aparılan yarışlar, testləşmələr aiddir. Variantlara baxaq. A variantı. Hərəkətlərdən istifadə ardıcıllığının müəyyən olunması, B variantı fiziki yükün adekvatlılığı və davamlılığı, C variantı məşq yükünün müvafiqliyi, D variantı şagird hazırlığının monitorinqi. Düzgün cavabı olur D variantı. Burada söhbət şagird hazırlığının monitorinqindən gedir. Düzgün cavab D variantı.